müminin niyyəti əməlindən üstündür. Kafirin niyyəti isə əməlindən üstündür. Niyə? Çünki mümin, tutalım, bir nəfərə gedir, təbliğ edir, hidayət edir. Onun əbədi xoşbəxtliyinə səbəb olur. Əgər imkanı olsaydı, bütün bəşəriyyəti hidayət edərdi. Kafir isə bir nəfəri dindən çıxardır. Əgər imkanı olsaydı, bütün bəşəriyyət dindən çıxardardı. Daxilindəki niyyət əsasdır. Ona görə deyir ki, biz belə yazdıq Bəni İsrailə ki, kim günahsız bir insanı öldürsə, elə bir bütün insanları öldürüb, kim onu diriltsə, elə bir bütün bəşəriyyəti diriltmiş. Çünki bir günahsızı öldürürəmsə, mənim daxili qanunum budur. Günahsızları öldürməyin eybi yoxdur. Deməli, mən bütün bəşəriyyəti öldürə bilərəm. Bir şəxsi ölümdən xilas edirəmsə, deməli, mənim məqsədim budur ki, heç kəs ölməyə qoymamalıyam. İmkanım olsa hamısını, mərhum Allama Hilli öz oğluna nəsiyyət edəndə deyir ki, oğul, sənə bir yolu öyrədirəm. Əslində, mən bu əhvalatı oxuyandan sonra bunun psixoloji təhlilini tapdım. Deyir ki, oğlum, səhər durdun yuxudan, denəm ki, ilahi, mən bugün geyim tapa bilməyən bütün insanları geyindirəcəm. Yemək tapa bilməyən bütün acıları doyuzduracam. Ailə qura bilməyən bütün gənclərin ailə qurmasına səbəb olacaq. Oğlum, sən bunları edə bilməyəcəksin. Amma niyyəti və Allah savab verəcək.